birinə gizdin yaxşılıq elirsən, gizli, heç özü də bilmir, heç kəs də bilmir. Allah da gəlir, deyir ki sənə, bax qulaq asın mənə, deyir, mən də sənə kömək eləyim bu işdə, ixlası artırasan, deyirsən, ilahi, əlbəttə kömək elə. Necə kömək eləyəcəksən mənə? Sən ona gizli yaxşılıq elə, mən şərait yaradacağım, yaxşılıq elədiyin adam sənə xəyanət eləyəcək. Mən belə bir şərait yaradacağım. Vay, belə də olur, bəli, belə də olur. Görüm, dözə biləcəksən, gizli eləmirsən, gizli birinə eləyirsən, hamı da səni qınayır ki, bu niyə onu eləmir? Sən də danışmırsan, dözürsən. Mən sizə deyirəm, gizli cəmaata yaxşılıq eləyim və əvvəldən deyirəm, sizin qədrinizi bilməyəcəklər və dözün buna, qədrinizin bilinməməyinə. Qırmızı xalça salmayacaqlar ayağınızın altına. İxlas belə bir şeydir, xalis niyyət belə bir şeydir. Əvvəlcədən deyim, istəmirsiniz ixlaslı olmayın. İxlas, yəni istəmirəm mənə təşəkkür eləsinlər. Allah da deyir, yoxlayayım görüm necəsən sən. İstəmirsən sənə təşəkkür eləsinlər, yaxşılıq elədiyindən naşükürlük görəcəksən. Ki, görsənsin ki, mən daha naşükürlük demədim, ay Allah. Dedim ki, təşəkkür eləməsin, da xəyanət demədim ki.